2025-ci ilin fevral ayında aktual olan bir məsələ var idi. Özlərinə Meşə Qardaşları adını vermiş bir qrup Azərbaycanda terror aktı planı üzrə işləyərkən ələ keçirilmişdir. Ancaq bu qrup daha əvvəldən Azərbaycan və Rusiya başda olmaqla Qafqazda mövcud olmuş və bir çox terror hadisəsində iştirak etmişdir. Özlərinə Meşə Qardaşları və ya Dərbənd cəmaatı adını verən bu dini radikal qrup haqqında danışacağıq. Xoş izləmələr. 2007-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında, daha dəqiq desək Dərbənd şəhərində Rappani Xəlilov tərəfindən Meşə Qardaşları adı ilə yaradılmışdır. Yaxın şərqdəki terror qrupları ilə sıx əlaqədə olmuş Rappani Rusiyada Çeçen döyüşlərində iştirak etmişdir. Rusiyada hakimiyyətə Vladimir Putinin keçməyi ilə Çeçenistan döyüş nöqtəsi olmuş, Putin iqtidarını və ordu üzərində gücünü tamamlamış və Çeçenistan güclü silahlarla bombardıman edilmişdir. Bununla da Çeçenistan ələ keçirilmişdir. Bu məğlubiyyətdən sonra Rappani Dağıstana qaçmış, dağlara çəkilmiş və partizanlıq etməyə başlamışdır. Bu dövrlərdə ətrafına özü kimi radikal dindar, cihadçılar toplamış, fəaliyyətlərində aktivləşmişdir. Elə daha sonra da dostları ilə bu Meşə Qardaşları təşkilatını yaratmışdır. Bu yolda əsas məqsədləri Qafqazda şəriətlə idarə olunan dövlət qurmaq, Rusiyanın bölgədəki nəzarətini zəiflətmək, Azərbaycana təsir etmək və Vəhabi ideologiyasını yaymaq, terror aktları və xaos yaratmaq, cihad və silahlı müqavimət aparmaq, beynəlxalq radikal qruplarla əlaqələr qurmaq olmuşdur. Məzhəblərinin şia olduğu və sünniliyə qarşı olduqları düşünülür. Özlərinə bayraq olaraq seçdikləri bu şeyin də üzərində ərəbcə Allahdan başqa ilah yoxdur və Məhəmməd onun elçisidir. Yəni La ilahə illallah Muhammedun Rasulullah yazılıb. Rappanidən sonra cəmaata komandir təyin edilmiş bu şəxs Azərbaycan Respublikasının Zaqatala rayonundan olan Əmir Əbdülməcid kimi tanınan İlqar Mollaçiyevdir. Mollaçiyev daha əvvəllər 1-ci və 2-ci Çeçenistan müharibəsində iştirak etmiş, İbn Əl-Xəttab və Əbu Əl-Vəlidin komandıq etdiyi dəstələrlə döyüş hazırlığı keçmişdir. 2006-cı ildə Əmir Dokka Umarov tərəfindən Meşə Qardaşları qruplaşmasının fəaliyyətini idarə etmək üçün Dağıstana göndərilmişdir. Qruplaşmanın bundan sonra olan fəaliyyətinə baxarsaq, 2008-ci ilin avqustunda Bakıda yerləşən Əbu Bəkir məscidinə hücum edərək pəncərədən qumbara atmış və nəticədə 3 nəfərin ölümünə, 11 nəfərin isə yaralanmasına səbəb olmuşdur. Bundan əlavə olaraq qrup Vəhabi ədəbiyyatının yayılması, təbliğat və təşviqat işləri aparmaqla yanaşı terror aktları təşkil etmiş və hüquq mühafizə orqanlarına qarşı bir sıra hücumlar həyata keçirmişdir. Buna nümunə olaraq 2007-ci il Dərbənddə polis məntəqəsinə hücum, 2008-ci ildə Azərbaycanda terror planları və təhlükəsizlik əməliyyatları, 2009-cu ildə Dağıstana xüsusi təyinatlara qarşı pusqunu göstərmək olar. Bundan əlavə olaraq qruplaşma Azərbaycanda da fəaliyyətini genişləndirməyə çalışıb. 2008-ci ildə hüquq mühafizə orqanları onların Bakıda terror aktlarını törətmək planlarını ifşa edib. Onlarla bağlı əməliyyat keçirilib, bəzi üzvlər həbs olunub və ya məhv edilib. Daha sonra Azərbaycan daxili qoşunları avqustun 29-da Qartal əməliyyatına başlayıb. Həmin gün Qusarda Azərbaycan hərbiçiləri ilə qruplaşma üzvləri arasında atışma nəticəsində bir Azərbaycanlı hərbiçi həlak olub. Digəri isə yaralanıb. Azərbaycan Təhlükəsizlik Qüvvələri sentyabrın 6-sında silahlılardan 3-ünün yerini müəyyən edib öldürə bilmiş, lakin onların lideri Əbülməcid Rusiyaya qaçmışdır. Sentyabrın 7-sində Rusiya Federal Təhlükəsizlik Xidməti Əbdülməcidin, eləcə də daha 2 silahlının yerini tapıb məhv etmişdir. Bunlardan sonra qruplaşmaya Astarxan Rustamxanov, Zakir Novruzov, Əmir Həsən kimi tanınan İsrapil Vəlicanov, Magomed Vaqabov rəhbərlik etmiş və bunların da hamısı Rusiya tərəfindən öldürülmüşdür. 2016-cı ildən etibarən hər hansı bir fəaliyyəti görülməyən qrup ilk dəfə səssizliyini Azərbaycanda ağır şəkildə pozmaq istəyərkən silahlı qüvvələrimiz tərəfindən Qusar rayonunda ələ keçirilmiş və bəziləri də məhv edilmişdir. Ümumi olaraq hər hansı bir ideologiya və inanc adı altında vətənə və xalqa xəyanət etmək, terrora əl atmaq nə cihaddır, nə də qəhrəmanlıq. Həqiqi cihad isə öz torpağını, dövlətini, xalqını və haqqını qorumaqdır. Deyildiyi kimi, başının üstündə bayrağı yoxdursa, əyilmək olur o, ibadət olmur. Militarizmə aşıqəm demişdim, çarə batalyona itayət oldu. Başımın üstündə bayraq yoxdursa əyilmək olur o, ibadət olmur. Üç rəngin hər zərrəsində qan görənə qədər axacaq mürəkkəbim. Səmaya toxundu şəhid naləsi, yandırmalı ən daş ürəkləri. Gecəmdə zülmət, gündüzlərimsə sağ biləyi kəsib gözlədi fürsət. Baş üstündə baş qalmaz əgər canavarlar caynaqdan qan ötürsə. Tökülsə torbağı Xəzərin nefti, günəşdən 32 can götürsə. Bizdə kainat qaranlıqda, amma sən buraları dümmaq görürsən.